Salam, hörmətli abituriyentlər. Bu gün sizlərlə Şirvanşahlar 12-ci əsrdə və Atabəylər Eldənizlər dövləti haqqında danışacağıq. Demək, Şirvanşahlar dövləti məlumdur ki, keçən dərs dedik ki, 1066-cı ildə Səlcuqlardan asılı vəziyyətə düşmüşdü. Ancaq 12-ci əsrin əvvəllərində Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş 2-ci Mənüçöhür və 1-ci Afridun dövləti müstəqil surətdə idarə edirdilər. Və Gürcü çarları bu zamanlar Şirvanşahlarla əlaqələr yaratmağa çalışırdılar ki, Azərbaycanın qərb torpaqlarını ələ keçirə bilsinlər. Məhz Gürcü hökmdarı 4-cü David müraciət eləyir Şirvanşah hökmdarı 1-ci Afriduna, deyir ki, Səlcuqlarla münasibəti poz. 1-ci Afridun da Səlcuqlarla münasibəti pozmadığına görə 4-cü David 1120-ci ildə 1-ci Afridunun hakimiyyət illərində Qəbələ ərazisinə hücum eləyir və Qəbələ torpağını tutur. Demək, 1120-ci ildə 1-ci Afridunun hakimiyyəti dövründə 4-cü David hara hücum elədi? Qəbələ şəhərinə hücum elədi. Niyə hücum elədi? Səlcuqlarla münasibəti pozmamasını bəhanə edərək. Lakin Şirvanşahlar dövlətində 1120-ci ildə taxta 1-ci Afridundan sonra çıxan 3-cü Mənüçöhür 1120-1160-cı illərdə hakimiyyətdə olub. 4-cü Davidin qızı ilə, yəni Tamarla evlənir. 4-cü Davidin qızı Tamarla evlənir və Gürcülərlə münasibətin yaradılması səbəbindən Səlcuqlarla münasibəti pozur. 1-ci Afridun pozmamışdı, amma 3-cü Mənüçöhür pozur. Səlcuqlara xərac ödəməyi dayandırır və Gürcülərlə ittifaqa keçir. 1121-ci ildə Gürcülər, Asetinlər, Qıpçaqlar və Səlibçilər, yəni Xaçlılar, Qərbi Avropa xristianları birləşirlər hamısı bir yerdə Səlcuqlara qarşı mübarizə aparırlar. 1121-ci ildə Didqori döyüşü baş verir. Didqori döyüşündə Səlcuqlar məğlubiyyətə uğradılır. Gürcülər, Asetinlər, Qıpçaqlar və Səlibçilərin birləşmiş qüvvələri qələbə qazanırlar. Bu döyüşdə Şirvanşahlar iştirak etməyibdi. Didqori döyüşündəki qələbənin nəticəsində 1122-ci ildə Tiflis Müsəlman Əmirliyinin varlığına son qoyulur. Tiflis Əmirliyi ləğv edilir Gürcülər tərəfindən Səlcuqların məğlubiyyətə uğraması nəticəsində və Tiflis şəhəri keçir olur Gürcülərin paytaxt şəhəri 1122-ci ildə. Gürcülər niyə bu dövrdə Azərbaycandan belə əlaqədə idilər? Bunların əsas məqsədi qərb torpaqlarımızı ələ keçirməkdir. Bir də Səlcuqlar Azərbaycana gələndən sonra Gürcülərə, Bizansa, ermənilərə qarşı rəqabəti gücləndirmişdilər deyə Səlcuqlarla mübarizədə bunlar özlərinə müttəfiq dost axtarırdılar. Gürcülər ona görə Şirvanşahlarla əlaqəyə girirdilər. Yəni Səlcuqlarla mübarizədə asanlıq əldə etmək üçün, Şirvanşahların qüvvələrindən istifadə etmək üçün. Hətta Gürcülər Azərbaycanın qərb torpaqlarını ələ keçirmək üçün Bizansla ittifaq yaradıblar və Qıpçaq hökmdarı Atrakla da, Qıpçaqlar türk tayfalarıdılar, Şimali Qafqazda yaşayırdılar və Qıpçaq hökmdarı Atrakla ittifaq yaratmışdılar. Məhz 1120-ci ildə hakimiyyətə gəlmiş 3-cü Mənüçöhür ki var, o Səlcuqlarla dostluğu pozub xərac ödəməyi dayandırdığına görə İraq Səlcuq Sultanı Mahmud 1123-cü ildə İraq Səlcuq Sultanı Mahmud 1123-cü ildə Şirvanşahlar dövlətinin ərazisinə hücum edir. Lakin Gürcülər Şirvanşahlara deyirlər ki, qorxmayın, Gürcülər gəlirlər köməyə, Qıpçaqlar gəlirlər köməyə və Şirvanşahlar üçü bir yerdə Mahmudun qüvvələrini məğlubiyyətə uğradırlar. İraq Səlcuq Sultanı 1123-cü ildə niyə Şirvanşahlar dövləti ərazisinə hücum elədi? 3-cü Mənüçöhürün onunla münasibəti pozub xərac ödəməyi dayandırması səbəbindən və Gürcü, Şirvanşah, Qıpçaqlar tərəfindən məğlubiyyətə uğradılır. 4-cü David 1124-cü ildə hücum eləyir Şirvanşahlar dövlətinin ərazisinə, Şamaxı şəhərini tutur, Şabran şəhərini tutur və Buğut qalasını tutur. Lakin Gürcü qoşunları Azərbaycanda çox qala bilmirlər. Niyə Gürcülər Azərbaycanı 1125-ci ildə tərk eləyirlər? Çünki 4-cü David ölür və hakimiyyətə yeni gəlmiş 1-ci Demetre, Gürcü hökmdarı 1-ci Demetre Şirvanşahlarla münasibətləri bərpa eləyir, dostluq münasibətləri saxladığına görə demək Gürcülər Azərbaycan torpaqlarını tərk eləyirlər. 3-cü Mənüçöhürdə 1160-cı ildə ölür. 3-cü Mənüçöhürün arvadı Tamar ki var, Gürcü qızı Tamar, həmin Gürcü hökmdarı 4-cü Davidin qızı Tamar, kiçik oğlu ilə bir də Qıpçaqlarla birləşir. Tamar, kiçik oğlu və Qıpçaqlar birləşirlər. Şirvanşahlar dövlətini Gürcüstana tabe etməyə çalışırlar. Amma Tamarın böyük oğlu ki var Axistan, 1-ci Axistan. Bu da Şəmsəddin Eldənizə deyir ki, mənə kömək elə, anamla qardaşım, kiçik qardaşı
və bir də Qıpçaqlar dövləti Gürcüstana tabe etmək istəyirlər. Azərbaycan keçəcəkdir Gürcüstanın tərkibinə. Şəmsəddin Eldəniz də gəlir 1-ci Axistana kömək eləyir. Həmin bu Tamarın, kiçik oğlunun və Qıpçaqların qüvvələri məğlubiyyətə uğradılır. Və 1-ci Axistan Şəmsəddin Eldənizin köməyi ilə 1160-cı ildə keçir, olur Şirvanşah hökmdarı ta 1196-cı ilə qədər. 1-ci Axistan Gürcülərlə dostluq saxlayır, Xarəzmşahlarla dostluq saxlayır. 1-ci Axistanın atası ki var idi, 3-cü Mənüçöhür, Səlcuqlarla münasibəti pozmuşdu, bu Səlcuqlarla dostluq münasibəti saxlayır. 12-ci əsrdə baxın, Şəmsəddin Eldəniz Eldənizlər dövlətinin hökmdarıdır. Amma 1-ci Axistan Şəmsəddin Eldənizdən asılılığı qəbul eləsə də, asılı olsa da, heç vaxt Şəmsəddin Eldənizlə müharibə aparmayıbdı, dostluq münasibətləri saxlayıbdı. Amma Axistan Şəmsəddin Eldəniz öləndən sonra Şəmsəddin Eldənizin başqa bir oğlu ilə Qızıl Arslandan, Atabəy Qızıl Arslandan 1-ci Axistan müharibə aparır. Çünki 1-ci Axistan sonradan Eldənizlərin tərkibindən çıxır, müstəqilləşməyə başlayır. Bunun müstəqilləşməyə başlaması 12-ci əsrin 90-cı illərində, yəni hardasa 1190-cı ildə Atabəy Qızıl Arslanın Şamaxı şəhərinə hücumuna səbəb olur və Şamaxı şəhərinə hücumunun nəticəsində 1-ci Axistan yenidən asılığa düşmüş olur. 1-ci Axistan Dərbənd keçidini möhkəmləndirir, öz hakimiyyətini möhkəmləndirir, Dərbənd keçidini möhkəmləndirir. Hətta 1173-cü ildə Gürcülərdə taxta olmuş 3-cü Georgi var. Ona qarşı Gürcüstanda qiyam qalxır. 1-ci Axistan gedir 3-cü Georgiyə köməklik göstərməyə. Və 1175-ci ildə Slavyanlar Azərbaycana yenidən hücum eləyirlər. Bu zaman da Gürcülər gəlirlər Şirvanşahlara kömək eləməyə. Baxın, 1173-cü ildə Axistan gedir 3-cü Georgiyə qarşı qalxmış qiyama kömək eləyir. 1175-ci ildə isə Slavyanlar Azərbaycana hücum eləyəndə Gürcülər gəlirlər kömək eləyirlər. Kimə? 1-ci Axistana. 1192-ci ildə isə Şamaxıda güclü bir zəlzələ baş verir. Şamaxı zəlzələsi baş verir 1192-ci ildə. Ona görə də Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıdan 1192-ci ildə Axistanın, 1-ci Axistanın hakimiyyət dövründə Bakı şəhərinə köçürülmüş olur. Atabəylər kimlərdir? Atabəylər İraq Səlcuqlularının sultanlarının, İraq Səlcuq sultanlarının övladlarının tərbiyəçisi olublar. Sultanların övladlarının tərbiyəçisi, Atabəy tərbiyəçi deməkdir. Övladlarının tərbiyəçisi olublar. Şəmsəddin Eldəniz hələ İraq sarayında, İraq Səlcuq sultanlarının sarayında 2-ci Toğrulun oğlu Arslan Şahın Atabəyi tərbiyəçisi idi. Və 2-ci Toğrulun zamanında Şəmsəddin Eldənizə 2-ci Toğrul tərəfindən əmir titulu verilir. Yəni rütbə qalxa gedir. Arslan Şahın Atabəyi idi. Ancaq 2-ci Toğrulun zamanında o qədər dövlətdə mühüm işlər görür ki, ona görə də əmir titulu verirlər. 1136-cı ildə isə Səlcuq Sultanı Məsud var. İraq Səlcuq Sultanı Məsud. İraq Səlcuq Sultanı 2-ci Toğruldan sonra hakimiyyətə gəlmiş şəxsdir. Sultan Məsud. Həmin Sultan Məsud Arranı İqta kimi verir kimlərə? Şəmsəddin Eldənizə. Şəmsəddin Eldəniz də 1136-cı ildə gəlir Naxçıvan şəhərinə və paytaxtı Naxçıvan olan Eldənizlər dövlətinin əsasını qoyur. Eldənizlər dövləti nə vaxt yarandı? 1136-cı ildə paytaxtları olmaqla Naxçıvan olmaqla Şəmsəddin Eldəniz tərəfindən yaradılır. Və biz danışaq, Şəmsəddin Eldəniz əslində sultan ailəsinə mənsub deyil. Orta əsrlərdə də Azərbaycanda belə bir şey vardı ki, əgər sən sultan ailəsinə mənsub deyilsənsə, sən taxta otursan belə heç kəs səni saymayacaqdı. Buna görə də Şəmsəddin Eldəniz Arslan Şah ki var idi, onun atabəyi idi. Elə bil Arslan Şah Şəmsəddin Eldənizin oğulluğudur. Oğlu deyil, oğulluğudur. Ona tərbiyə veribdi deyə oğulluğu hesab edilir. Şəmsəddin Eldəniz 1160-cı ildə Arslan Şahın, yəni oğlu Arslan Şahın sultan elan etdirir. Çünki o sultan ailəsinə mənsubdur. Sultan elan etdirir və özü başlayır dövləti onun adından idarə etməyə. Böyük Atabəy titulu alır və Sultan Arslan Şahın adından dövləti idarə etməyə başlayır. Məlumdur ki, 1-ci Axistana kömək etmişdi deyə Şirvanşahları Şəmsəddin Eldəniz asılı hala salır. Dövlətin ərazisi Dərbənddən İran körfəzinə qədər uzanır. Həmçinin daimi atlı qoşun növü yaradır və 1139-cu ildə Gəncədə də zəlzələ baş verir. Gəncədəki zəlzələrdən istifadə edən Gürcü çarı
1-ci Demetri gəlir Gəncəyə və qala qapıları ki var idi 1063-cü ildə inşa edilən. Həmin qala qapılarını qənimət kimi gürcülər götürürlər, aparırlar. 1160-cı ildə isə gürcülər Ani və Dəbil şəhərlərinə dəfələrlə müdaxilə eləyirlər. 12-ci əsrin 60-cı illərində Dəbil və Ani şəhərlərinə dəfələrlə hücumlar eləyirlər və bu hücumların qarşısını Şəmsəddin Eldəniz almağa başlayır. 1163-cü ildə Naxçıvan yaxınlığında döyüş baş verir. Naxçıvan yaxınlığındakı döyüşdə gürcüləri məğlubiyyətə uğradan Şəmsəddin Eldəniz 1164-cü ildə Dəbil şəhərini gürcülərdən azad eləyir və Gürcüstana hücum eləyərək Gürcü çarının xəzinəsini ələ keçirdir. 1175-ci ildə isə oğlu Məhəmməd Cahan Pəhləvanı göndərir Gürcü çarının üzərinə. Oğlu Məhəmməd Cahan Pəhləvan hələ bunda hökmdar deyildi. Özü oğlunu sərkərdə kimi göndərir Gürcülər üzərinə və Gürcüləri məğlubiyyətə uğradır. Və Şəmsəddin Eldəniz vəfat edəndən sonra hakimiyyətə gəlir onun yerinə oğlu Məhəmməd Cahan Pəhləvan 1175-1186-cı illərdə hakimiyyətdə olubdur. Məhəmməd Cahan Pəhləvan da İraq Səlcuq Sultanı 3-cü Toğrulun atabəyidir, yəni tərbiyəçisidir. Bunlar ümumiyyətlə atabəy olublar, tərbiyəçi olublar. Səlcuq sultanlarının tərbiyəçisi olublar. Demək, iri Səlcuq əmirlərinin müqavimətini qırır. Həmçinin Axsunqurilər bu zaman Təbrizdə hakimiyyətdə idilər. Axsunqurilər Təbrizdə, Marağa bölgəsində hakimiyyətdə idilər. Rəvvadilər ümumiyyətlə süqut eləyəndən sonra Axsunqurilər adlı sülalə var. Axsunquri adlı sülalə var. Həmin bu Axsunqurilər Təbriz və Marağa bölgələrində hakimiyyətdə idilər. Məhəmməd Cahan Pəhləvan nə edir? Təbrizi Axsunqurilərin əlindən alır, verir qardaşı Qızıl Arslana iqamətgah kimi. Və Məhəmməd Cahan Pəhləvan paytaxtı Naxçıvan şəhərindən köçürdür Həmədana 1175-ci ildə. Həmçinin Məhəmməd Cahan Pəhləvan güclü ordu yaradır, Gürcüstana yürüş eləyir. Hökmdar kimi. Baxın, həm sərkərdə kimi 1175-ci ildə atasının vaxtında hücum eləyib, həm də güclü bir hökmdar kimi hücum eləyibdir Gürcüstan üzərinə. Məhəmməd Cahan Pəhləvan öləndən sonra Qızıl Arslan qardaşı Qızıl Arslan 1186-91-ci illərdə hakimiyyətdə olur. Qızıl Arslan isə İraq Səlcuq sultanlarının güclənməsinə qarşı mübarizə aparır. 1190-cı ildə Həmədan döyüşü baş verir və İraq Səlcuq sultanı 3-cü Toğrulu Qızıl Arslan məğlubiyyətə uğradır. 1191-ci ildə Abbasi xəlifəsinin razılığı ilə Qızıl Arslan sultan elan eləyir özünü. İlk sultan elan olunan Eldəniz hökmdarı Qızıl Arslandır. Eldəniz hökmdarlarının içərisində Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan sultan elan olunmamışdılar. Qızıl Arslan amma sultan elan olunur. Qızıl Arslanı Şirvanşahların içərisində dedik ki, 12-ci əsrin 90-cı illərində 1-ci Axistan özünü müstəqil elan eləmişdi deyə Şirvanşahlar üzərinə gedir. Şirvanşahları yenidən asılı vəziyyətə salır. İlk dəfə Şirvanşahları Şəmsəddin Eldəniz asılı hala salmışdı. Yenidən Qızıl Arslan asılı hala salır. 1191-ci ildə isə bunu suiqəst nəticəsində öldürürlər. Niyə buna suiqəst təşkil eləyirlər? Çünki bu dövlətin tərkibində olan Səlcuq əmirləri var idi. Həmin Səlcuq əmirləri İqta torpaqlarını əllərində cəmləşdirərək güclənmişdilər və bunun hakimiyyətini qəbul eləmirdilər. Bu da nə edir? Qızıl Arslan İqta torpaqlarından Səlcuq əmirlərini məhrum eləyir. Bu Səlcuq əmirləri də buna qarşı elə bil ki, qəzəblənirlər, bunu suiqəst nəticəsində öldürürlər. Bunun suiqəstə uğramasından sonra, yəni suiqəst nəticəsində öldürülməsindən sonra taxta Atabəy Əbubəkir keçir. Atabəy Əbubəkirin dövrü daxili çəkişmələr dövrüdür, ara müharibələri dövrüdür, dövlətin tənəzzül dövrüdür, zəifləyir, dövlət heç vəziyyətinə düşür. Və 1194-cü ildə Xarəzmşahlar dövləti var, Mərkəzi Asiyada bir dövlətdir. Həmin dövlətin hökmdarı olan Təkəş Azərbaycanın Atabəylər dövləti üzərinə hücum edərək Rey şəhərini, Xorasanı, Həmədan şəhərlərini ələ keçirir. Lakin 1197-ci ildə Həmədan döyüşü baş verir. Baxın, 2 dənə Həmədan döyüşü baş verdi 12-ci əsrdə. Birincisi Qızıl Arslan İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub eləyir. İkincisi 1197-ci ildə baş verir. Həmədan döyüşündə Xarəzmşah Təkəşi Atabəy Əbubəkir məğlubiyyətə uğradır. 1210-cu ildə ermənilərlə gürcülər Azərbaycana ən güclü basqınlarından birini eləyirlər. Bu dövrdə də dövlətin daxilində çəkişmələr hələ də davam eləyir. Lakin Atabəy Əbubəkir 1210-cu ildə qəflətən vəfat eləyir. Onun vəfatından sonra taxta keçən Atabəy Özbək ən bacarıqsız Atabəy hökmdarıdır. Sonuncu Atabəy hökmdarıdır. 1210-cu ildən 25-ci ilə qədər hakimiyyətdə olub. 1225-ci ildə də dövlət Xarəzmşahlar dövlətinin bir dənə də hökmdarı var, Cəlaləddin. Xarəzmşah Cəlaləddinin Təbriz şəhərinə hücum etməsi ilə Atabəylər dövləti süqut eləyir və
Atabəylər dövlətinin paytaxt şəhərləri bunlardır. Birinci Naxçıvan olub 1136-cı ildən 1175-ci ilə kimi. 1175-dən etibarən Həmədan olub. Sonuncu paytaxt şəhər isə Təbrizdir. Hardan bilirəm sonuncu paytaxt şəhər Təbrizdir? Çünki Xarəzmşah Cəlaləddin hücum eləyəndə Təbrizi tutur axı Atabəylər dövlətinin varlığına son qoyur. Demək sonuncu paytaxt şəhər Təbriz olubdu və Atabəylər dövlətinin də 1225-ci ildə süqutu ilə Azərbaycan tarixində müəyyən mərhələ başa çatmış